Novruz bayramı ərəfəsində və İran təqvimi ilə yeni 1404-cü ilin ilk günlərində qədim Türk və Azərbaycan şəhəri Urmiyada baş verənlər üstündən bir neçə gün keçməsinə baxmayaraq ölkə gündəminin qızğın mövzularından biri olaraq qalmaqdadır. Olaylara İranda və ölkə xaricində ən müxtəlif izahlar və şərhlər verilsə də, məsələnin mahiyyəti qısaca olaraq belədir. Martın 18-də, yəni axır çərşənbə günündə Urmiyada İran hakimiyyətinin rəsmi icazəsi ilə kürdlərin bayram şənliyi baş tutub. Bundan əvvəl şəhər əhalisinin mütləq əksəriyyətini təşkil edən Azərbaycan türklərinin bayram tədbiri keçirmə ilə bağlı analoji müraciətinə hakimiyyət orqanları yox cavabı verib. Bu azmış kimi kürdlərin şənliyində İraq Kürdistanının bayrağı dalğalandırılıb. PKK-PEJAK simvolikası yer alıb və Urmiya Kürdistandır şüarı səsləndirilib. Təbii ki, bu da Urmiya Azərbaycanlılarının qəzəbinə səbəb olub və onlar martın 22-sində İmam Əlinin vəfatı münasibəti ilə hökumətin təşkil etdiyi mərasimdə Kürd təşkilatlarının ərazi iddialarına cavab veriblər. Yüz minlərlə insanın qatıldığı tədbirdə bu torpaqdan pay olmaz, Urmu Kürdistan olmaz, Urmiya bozqurdumuzdur, Azərbaycan yurdumuzdur, Urmiya Türkündür, Türkün qalacaq kimi şüarlarla gəlmələrin Urmiyaya sahiblənmək iddiasına sərt və birmənalı reaksiya göstərilib. Nəticə etibarilə hökumət orqanlarının təşkil etdiyi dini mərasim Azərbaycan türklərinin öz milli kimliyinə və tarixi torpaqlarına sarsılmaz bağlılığını nümayiş etdirdiyi yürüş mitinqə çevrilib. Bu da təbii ki, İran hakimiyyətinin ciddi narahatlığına səbəb olub və bir çox rəsmilər, eləcə də siyasətçilər, din xadimləri və təşkilatlar hadisələrə münasibət bildiriblər. İranın Mədəniyyət və İslami İrşad naziri Seyid Abbas Salehi Urmiyada baş verənlərlə bağlı xəbərdarlıq edərək yazıb: İranda etnik və dini ixtilafları qızışdırmaq olmaz. Bu hər şeyi əridən və dağıdıcı alova çevrilə bilər. Birliyi pozan hər hansı bir səs və ya hərəkət təhlükəli və qorxulu ola bilər. Ölkənin indiki durumunda biz həmişəkindən daha ehtiyatlı olmalıyıq. İranın keçmiş Xarici İşlər Naziri bir müddət öncə İranşünaslıq fondunun direktoru təyin olunmuş Əli Əkbər Salehi də oxşar narahatlıq ifadə edərək bildirib: Ayıq-sayıq olaq və bilək ki, əziz İranın milli birliyinə və ərazi bütövlüyünə xələl gətirən hər hansı düşünülməmiş şüarlar, sözlər və hadisələr ölkəmizə pislik arzulayanların istəyidir. İranın bədxahlarının meydanında oynamayaq. İslahat cəbhəsinin sədri Azər Mənsuri məsuliyyətli olmağa çağırış edərək yazıb: Biz böyük İran millətiyik və İran bütün İranlılara məxsusdur. İranın dağılmasına və parçalanmasına can atanlar ölkə üçün təhlükəli xəyallar qurublar. Ölkənin milli təhlükəsizliyi və ərazi bütövlüyü naminə milli və tarixi məsuliyyətimiz tələb edir ki, biz bu təhlükələrə qarşı ayıq-sayıq olaq, şovinizmə və pançılığa qapılmayaq. İranın mühafizəkar Milli İnkişaf Partiyası dünən yaydığı bəyanatda həmin pançılığı pantürkizm və pankürdizm şəklində konkretləşdirərək Urmiyada baş verənlərlə bağlı təəssüfləndiyini bildirib və hadisələrin səbəblərini belə şərh edib. Bu hadisələrin kökünü son illərdə İran kimliyinin milli komponentlərinə məhəl qoymamaq, onu bilərəkdən zəiflətmək və onu saxta kimlik quruculuğu ilə əvəz etmək cəhdlərində regional etnik ixtilafların təsirinə düşməkdə özünü göstərən yanlış idarəçilik üslubunda axtarmaq lazımdır ki, bu da həmin əyalətdə və əziz İranın digər bölgələrində etnik ziddiyyətlərin formalaşmasına zəmin yaradıb. Əlbəttə, burada İranın milli ərazi birliyinin düşmənlərinin son illərdə ölkənin qərbində və şimal-qərbində baş verən regional proses və geosiyasi dəyişikliklərin ən başlıcası isə bu ziddiyyətlərə qarşı mübarizədə milli mədəni siyasi
siyasi strategiyanın olmamasının rolunu danmaq mümkün deyil. Hadisələrin səbəblərinin bu cür şərhi, yəni bir tərəfdən hakimiyyət orqanlarının yanlış idarəçilik tərzinin, digər tərəfdən də xarici amillərin təsirinin vurğulanması və bu kontekstdə ölkənin qərbinə və şimal-qərbinə işarə edilməsi ümumən Urmiya hadisələrinə hakimiyyət mediası və tərəfdarlarının yanaşması ilə səsləşir. Belə ki, hadisələrdən dərhal sonra verilən açıqlama və təhlillərdə nisbətən balanslı mövqe hiss olunurdusa, sonraki günlərdə əsas günahkar kimi Azərbaycanlılar hədəfə alınıb. Baş verənlərdə pan-türkistlər ittiham obyektinə çevrilib. Bunu martın 25-də Təsnim İnformasiya Agentliyinin yaydığı və bir sıra digər media orqanlarının da dərc etdiyi məqalə aydın şəkildə göstərir. Belə ki, məqalənin başlığında yer almış pan-türk fitnəsi ifadəsi özlüyündə hər şey deyir. Bu baxımdan Hizbullahın Şimal-Qərb bölgəsi üzrə Koordinasiya Şurasının rəhbəri və İnqilab Xətti həftəliyinin baş redaktoru Höccətül İslam Ruhullah Becaninin açıqlaması da diqqəti çəkir. O, Urmiyada baş verənləri belə izah edib. Qonşu ölkələrdən biri separatçı cərəyanları canlandırmaq və öz tərəfinə çəkmək üçün Kürd separatçılarını dəstəkləyir və qidalandırır. Baxmayaraq ki, öz ölkəsində Kürdləri sıxışdırır. Başqa bir qonşu ölkə də Türk separatçılarını dəstəkləyir və qidalandırır. Aydındır ki, burada birinci halda Türkiyə, ikinci halda isə Azərbaycan Respublikası nəzərdə tutulur və həmin ölkələrin güya prosesin arxasında dayandığı iddia olunur. Başqa bir sayt bu iddianı əsaslandırmaq üçün Türkiyə Xarici İşlər Nazirinin məlum müsahibəsini xatırladır və Hakan Fidan öz təhdidini gerçəkləşdirib sualını səsləndirir. Martın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kabinət toplantısından sonra verdiyi açıqlamada Suriyadan Qəzzəyə, Hələbdən Təbrizə, Mosuldan Qüdsə qədər könül coğrafiyamızın dörd bir yanından şəhidlər Çanaqqalada yan-yana yatır söyləməsi, yəni Təbrizi də haqqında danışdığı mənəvi coğrafiyaya aid etməsi İranda anti-türk dairələri əməlli başlı narahat edib və onlar bu açıqlama ilə Urmiya olayları arasında əlaqə axtarmağa başlayıblar. Bununla bağlı belə bir xəbər də yayılıb ki, İran İttilaatı Türkiyə Xüsusi Xidməti MİT-in 2 casusunu həbs edib və onlar güya Urmiyadakı ixtişaşları yönəltmək üçün ora göndərilibmiş. Halbuki dırnaqarası casusların adlarından onların Güney Azərbaycanın tanınmış milli fəalları olduğu aydınlaşır. Urmiya olaylarına görə bir çoxları da yerli hakimiyyət orqanlarını və dolayısıyla Pezeşkiyan hökumətini ittiham ediblər. Məsələn, tanınmış jurnalist Ehsan Budağı yazıb. Qərbi Azərbaycan valisi və Urmiya mitinqində iştirak edən digər rəsmilər separatçı simvollara və bölücü şüarlara niyə biganə qalıblar? Cavabın yalnız 2 variantı var. Onlar ya kör və kar idilər, ya da vətənə qarşı olan bu davranışa rəğbət bəsləyirdilər. Üçüncü variant yoxdur. Qeyd edək ki, bu kontekstdə İran mediasında ən çox ittihama məruz qalanlar Urmiya Şəhər Şurasının sədri Höccətül İslam Məhəmməd Xəlilpur və İran parlamentinin keçmiş deputatı Nadir Qazipur olmuşlar. Bəziləri isə hadisələrə görə şəxsən İran prezidenti Məsud Pezeşkiyanı ittiham etmişlər. Pan-İranist mövqeyi ilə məşhur olan tarixçi Huşeng Tale həmin hadisələri bilavasitə Pezeşkiyanın prezident seçilməsinin nəticəsi kimi qiymətləndirərək yazıb. İslam Respublikasının prezidentliyinə separatçılıq və millətçilik keçmişi olan birinin təyin olunması ilə düşmənlərə, xüsusən Türkiyənin Kürdləri öldürən, Ələviləri incidən və Şiələrin əleyhinə olan hakimiyyətinə, eləcə də Bakı hökumətinə İranda etnik təfriqə salmaq cəhdlərində yeni bir ruh və güc verilib. O da maraqlıdır ki, dünən Məsud Pezeşkiyan Urmiyaya qeyri-rəsmi səfər edib. O cümlədən Urmiya gölünün vəziyyəti ilə tanış olub. Hər halda əslən Urmiyadan olan İran prezidentinin bu addımı təsadüfi sayıla bilməz. Bir şey şübhəsizdir ki, Azərbaycan türklərinin Urmiyadakı möhtəşəm aksiyası istər rəsmi Tehranı, istərsə də ən müxtəlif anti-türk və anti-Azərbaycan cərəyanları, pan-İranist düşüncəni təmsil edən çoxsaylı jurnalist və ekspertləri sözün əsl mənasında lərziyə salıb və onlar hələ uzun müddət bu barədə danışmalı olacaqlar.